dəfələrlə qeyd eləmişik ki, biz diskurslar dövründə yaşayırıq. Diskurs nədir? Diskurs kim deyir, nə deyir, necə deyir, nəyi demək istəyir, hansı mənanı ötürmək istəyir? Bu diskursdur da. Diskurs bir nəzəri olur, bir də praktiki nəzər. Biz daha çox indiki mövzumuz nəzəri diskursun yaranma müstəvisidir. Şimdi qardaşlardan bəziləri sual elədilər və bu mövzu həm media işlərinə məşğul olanlar üçün çox zəruridir, müəllimlər üçün çox zəruridir, ruhanilər üçün zəruridir. Fövqəladə zəruriyyəti olan bir də mövzudur. Bax, biz hansı cəmiyyətin üstündə işləyirik? Mən istəyirəm sıfırdan başlayalım. Bir dəfə yadımdadır, belə bir X və Y koordinatlarını çəkmişdik və belə bir cəmiyyət təsəvvür eləmişdik. Düzdür, yadınıza gəlir, təsvirə çəkmişdik. Hər yerdə bu sabitdir. Azərbaycan, Rusiya, Avropa, Asiya, bütün cəmiyyətlər üçün bu sabitdir. Afrikam sabitdir. Bunun bir hissəsi müsbətdir. Məsələn, deyək ki, 5%. Yəni 5% hansısa bir ideoloji, müsbət ideoloji məktəbin ardıcılıdır. Bizim nəzərimizdə müsbət. Təqribən 5%, 1%-dən 5%-ə kimi hər ikisində. Bu ortada olan boz kütlədir. Boz kütlənin xas bir, bu cür deyək, təəssübü yoxdur. Kimdə qüdrət görürlər, ona tərəf gedirlər. Boz kütlə özü iki yerə bölünür. Mənfi, müsbət deyək bu cür, düzdür? Yəni, boz kütlənin bir hissəsi doğrudan o mənfi tərəfə meyilli olur, bir tərəfi isə bu tərəfə meyilli olur. Bizə niyə mediaya niyə kütləvi informasiya vasitələri deyirlər həm də? Kütləvi informasiya verir, düzdür? Düz deyil. Dünyada bir tərəf informasiya vasitəsi də narazısı yoxdur. Hamısı hansısa mənanı ötürür. Özündə bir semantik, mənəvi yük daşıyır, məna yükü daşıyır. Yəni, bu ki, deyirlər, dünyada kütləvi informasiya vasitələri böyük yalandır. Həqiqətdə bu deyil. Ona bir məna verir, ötürür. Bu olur narrativ. Narrativdə bir məna var. Tutaq ki, mən danışıram ki, deyirəm ki, 1998-ci ildə Azərbaycanda filan hadisə baş verib. Sırf bunu informasiya üçün deyirəm və əvvəl, sonra və mətnin özündə heç bir xas məna yükü ötürmək istəmirəm. Amma bir də deyirəm ki, şərqdə ilk dəfə belə, elə, zülmə qarşı, artıq mən sənə nə verirəm, bir məna ötürürəm, nəsə vermək istəyirəm, açıq demirəm. Narrativləri yaradıram. Bu həqiqətdir. Yəni, burada bunu deməkdən çəkinmək. İndi narrativ iki cür ola bilər. Bir yalan narrativlər, bizim yalan narrativlərin icadına ehtiyacımız yoxdur. Bizim həqiqən real hadisələrimiz var, qəhrəmanlarımız var. Amma bir məna vermək istəyir. Mən çıxmışam minbərə, mən bir tərəfəm. Mən danışıram. Trump belə, niyə, nə inirsən? Mən informasiya verirəm. Yoxdur belə bir şey. Elə bilsən BBC informasiya verir. Qabaq, sonra, ya mətnin özündə sənə bir məna ötürmək istəyir. Bu narrativdir. Narrativləri icad edirlər.